Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxşın toxunmasını istəyirəm göstərim. Görünüşü çox gözəldir, toxunuşu da çox asandır. Sapındakı 100 qramlıq 350 metrəlik sapdır. Orta qalınlıqda olan bir sapdır. Rezinka hissəsini də belə toxumuşam. Bir tərs, bir düz. Kimin ürəyi necə istəyir, rezinkanı o cürdə toxuya bilər. Bu da ilməklər 2-2 yığılır. Küt-küt yığıram ilməkləri. Bundan da nə istəsəz toxuya bilərsiniz. Kofta, jilet, jaket, svitrə, papağa, hər şeyə gedən bir naxışdır. İndi bunun üçün mən belə bir sapımı götürürəm. İlməkləri küt-küt yığıram. Qısa formada yığacağım biraz. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 ilmək bəs eləyir bu naxşı toxumaq üçün. Buradan bir düyün atıram. Artıq sapı da kəsib çıxardım. İndi mən burada rezinka toxuyan deyiləm. İndi mən bunu tərs toxuyacağım dozdan. Birinci ilməyini də götürürəm, toxuyuram. Birinci sıra olduğuna görə qalan ilməkləri hamısını tərs toxuyuram. Rezinkanı kimin ürəyi necə istəyir, elə də toxuya bilər. Kənarı da tərs toxudum. Tərs üzdən də hamısını tərs toxuyuram. Bura düz üzdür. İndi düz üzdən kənar ilməyini götürürəm. Qalan ilməkləri hamısını düz toxuyuram. Bütün sıranı axıra qədər düz toxuyuram. Kənarı da tərs toxudum. Tərs üzdən də birinci ilməyini götürürəm. Qalan ilməkləri hamısını tərs toxuyuram. Düz üzdən ilməklər hamısı düz olur.
Tərs üzdən də hamısı tərs olur. Kənarı da yenə tərs toxudum. İndi düz üzdən bir sıra yenə düz toxuyuram. Naxşı tərs üzdən başlayacağım. Kənarı toxudum. Bir sıra yenə düz toxuyuram. Naxış tərs üzdən olur. Kenar ilmeği də yenə tərs toxudum. Düz üzdən belə. İlməklər hamısı düzdür. İndi tərs üzdən kənarı götürdüm. Sapı keçirdirəm o bir sözə. 1-2 ilməkdən sonra bir ilmək çıxardıram. Sonra bu sapı keçirdirəm özüm tərəfə. Bu 2 ilməyi yenə tərs toxuyuram. Götürdüyüm ilməyi də buradan götürüb üstdən keçirdirəm bu tərəfə. Yenə 1-2 ilməkdən sonra 2 ilə 3-ün arasından götürürəm. Sapı keçirdirəm özüm tərəfə. İlməkləri ikisini də tərs toxuyuram. Bu götürdüyüm ilməyi təzədən keçirdirəm bu 2 ilmənin üstündən. Bu sıranı axıra qədər bu formada toxuyuram. Yenə bu ilməni götürdüm, keçirdim bu tərəfə. Yəni ilməklərdə artım olmadı. Burada yenə 2 ilməkdən sonra bir ilmək götürdüm. İpi keçirdirəm bu tərəfə. 2 ilmənin ikisini də tərs toxuyuram. İpi də keçirdirəm bunun üstündən bu üzə. Axırıncını da elə. Sapı keçirtdim bu üzə. 2 ilmənin ikisini də tərs toxudum. Sapı üstdən təzədən keçirdirəm belə. Kənarı da yenə tərs toxudum. Formada. İndi bu üzdən hamısını düz toxuyuram yenə. Birinci sırada necədir? Burada da elə. Kənarı götürdüm. Qalan ilməkləri hamısını tərs toxuyuram, düz toxuyuram. Belə. Arxadan da tərs üzdən yenə bütün ilməkləri tərs toxuyuram.
Belə. Formada belə bir naxış alınır. İndi buradan 5 sıra toxunduqdan sonra elə bil bir sıra düz üzdən, bir sıra da arxa üzdən toxuyuruq. Təzədən bir sıranı gedirik bu üzdən 3 sıra. Naxışı tərs üzdən başlayırıq. Belə bu formada belə bir naxış alınır. Belə. Sağ olun, bəyəndinizsə abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Gəlin videomda görüşənə qədər.